Əziz şagirdlər, hər birinizi yenə xoş gördük. Artıq biz 6-cı sinifin son səhifələrinə gəlib çatmışıq. Bu gün son bölmənin iş dəftərini sizinlə paylaşacağam və gələn ildən dərslərimizə qoşulmaq üçün 050 775 81 72 nömrə ilə əlaqə saxlayın. Gələn onlayn dərslərimizə avqustdan qoşula bilin. Müasir kitablar mətninə istinad etməklə cümlələri tamamla. Kompüter texnikasının inkişafı yeniliklər yaratdı. Belə ki, elektron kitablar yarandı. Elektron kitablar ənənəvi kağız tam olaraq çünki oxuculara görə onun qoxusu olmur. Ənənəvi kitablarda kağız kitablar üçün elektrikə ehtiyac yoxdur. Lüğət və ensiklopediya elektron daha çox istifadə edilir çünki axtarış daha da rahat olur. Vaxt az sərf olunur. Multimedia imkanları elektron kitab çünki səsli və videolu kitablar daha çox yayılır. Eşitmə və görmə əngəli olan insanlara da təsir edə bilir. Səsli kitabların faydalı xüsusiyyətlərinin ən vacib hesabı. Uşaqlar, bu sizin öz fikrinizdir. Öz fikriniz olduğuna görə mən bunu izah verə bilmərəm. Sizin şəxsi fikrinizə dayanır. Sizcə hansı daha məntiqlidir? Sonra burada esse var. Esse də sizə aiddir. Esseyə də işim yoxdur. Esseni özünüz yazacaqsınız. Ümumiləşdirici təkrara gəlin sizinlə birlikdə işləyə bilərik. Cümlədəki sayı hansı sözlə əvəz etmək olar? Deməli, sayı əvəz etməklə cümləni yenidən yaz. Müzakirədə bir sıra suallar cavabsız qaldı. Özündən sonra cəm gəldiyinə görə bir çox suallar yazmağımız daha məqsədə uyğundur. Bir sıra bir çoxdan sonra gələn isimlər həmişə cəmdə olur. Bir çoxu əvəz edib cümləni yazacaqsınız. Bir tikə, bir parça da ola bilər. Parça. 3 nəfər. 2 top. 5 baş. 10 dənə, bir dəst. Verilmiş və söz cümlədə tamamlıq vəzifəsində işlədim. Dostluq. Yaxşı insanlar dostluğu unutmur. Çiçək dəstəsi. Deməli, şagirdim mənə, gird müəlliminə çiçək dəstəsi verdi. Nəyi? Çiçək qeyri-müəyyən təsirli kal. Mən oxuma çox sevirəm. Sonra sizi toya dəvət edirik. Növbəti
Hansı cümlədə şəhər sözü qeyri-müəyyən təslik haldadır? Qeyri-müəyyən təslik halı sözlər həmişə feilin yanında gələr. Yəni, yeni bir şəhəri saldılar. Deməli, cavabımız 2 olacaq. Mütləq şəkildə qeyri-müəyyən təslik halı sözlər həmişə feilin yanında gəlir. Sinif sözünün adlıq qeyri-müəyyən... Nə gözəl. Sinif yeni təmir olunub. Sonra qeyri-müəyyən yəlik. Sinif jurnalı otaqdadır. Direktor bizə sinif təqdim etdi. Sinif təhvil verdi. Hansı cümlədə təyin işlənməmişdir? Nənəm hər axşam balaca bacıma nağıl danışır. Kimə? Balaca bacıma. Hansı bacım? Səbirsiz adamını işlənib. Ağıllı kişi qışın qeydinə yazda qalar. Kim kişi, hansı kişi ağıllı? Burada təyin var. Qarşıda kimsə asta gedir. Burada zəflik var. Burada təyin yoxdur. İctimai yerdə xoş rəftar, necə rəftar, xoş rəftar bu da var. Cavabımız D variantı. Uyğun yerlərə təyinlər əlavə etməklə cümlələri genişləndir. Nərgiz gülləri Güldandan götürdü. Nərgiz gülləri hardakı Güldandan? Stoldakı yazıram, onu köçürərsiniz. O çarpayıya uzandı və hündür. Daha doğrusu hündür buraya gedir. Hündür çarpayıya uzandı və yorğana bir direktor işçilərə çoxlu tapşırıq verdi. Cümlələrdəki zərflikləri müəyyən cədvələ tamamla. O gözlərini qırpmadan uzaqlara baxırdı. Deməli, uşaqlar, zərflik deyir, qırpmadan uzaqlara. Gənclər gəzə-gəzə kənddən xeyli aralanmışdılar. Gəzə-gəzə xeyli biz vətəni müdafiə etmək üçün, uşaqlar bu birlikdədir. O qardaşla görüşmək üçün sabah şəhərə yollanacaq, çoxdur burada. Körpünü sel apardığı üçün geri qayıtdıq. Uşaqlar, qırpmadan necə, haraya, necə, nə qədər, haradan. Deməli, necədirsə tərzə hərəkət zərfliyi, haraya yer, necə tərzə hərəkət zərfliyi, nə qədər, xeyli zərfdir, daha doğrusu kəmiyyətdir, kənddən haradan yerdir. Qırpmadan feili bağlama tərkibi, feili bağlama tərkibdir bu, gözlərini qırpmadan, bəli, uzaqlara, uzaq zərfdir. Gəzə-gəzə feili bağlamadır. Xeyli zərfdir. Kənddən isimdir. Uşaqlar, bu birinə baxırıq. Biz vətəni müdafiə etmək üçün məstərinə vuruşuruq. Məqsəddir də məstərdir. O qardaşla görüşmək üçün, bu da məqsəddir, məstərdir. Sabah zərfdir, şəhərə də isimdir, yer zərfliyidir. Sel apardığı üçün qayıtdıq, bu səbəb zərfliyidir. Fe'li sifətlər kimi ifadə olunub, geri də yer zərfidir. O iki dənə də özünüz yazarsınız. Orfoqrafik normalara uyğun olmayan sözləri isə göndərəcəyəm. Ağırlaşır. Aralanmaq, bu düzdür. Susuzluq. Dadlıdır, düzdür. Sürətlə. Birlikdə düzdür. Səhv olanları da yazdım. Bununla da 6-cı sinif iş dəftərimizdə bitdi. 7-ci sinifdə görüşərik uşaqlar. Hələlik.